Salam, hər vaxtınız xeyir olsun. Bu gün sizlərlə ev usulü banan pirojnası hazır edəcəyik. 200 qram isidilmiş ev temperaturunda olan yağ, 200 qram xamar, 1 çimdik duz. Bir yerdə bunları yaxşıca vilka ilə əzib qarışdırırıq. Yaxşıca qarışdırdıqdan sonra üzərinə 1 stəkan un, 1 çay qaşığı da qabartma tozu əlavə elədim. 1 stəkan unu yaxşıca qarışdırdım buna. Sonra əlavə üzərinə 2 stəkan unu da əlavə edəcəm. Sonra əlimlə yoğurmağa başlayacağam. Çox ələ yapışmayan yumşaq bir xəmir olmalıdır. Gördüyünüz kimi mən onu hissə-hissə əlavə edirəm, qarışdırıram. Siz də ona görə hissə-hissə töküb qarışdırsınız, daha yaxşı olar. Xəmiriniz daha yumuşaq, ələ yapışmayan bir xəmir olacaq. Artıq gördüyünüz kimi burada mənim xəmirim hazırdır. Yumuşaq, ələ yapışmayan bir xəmirdir. Bu xəmirləri kündələrə bölüb soyuducuda saxlayacağıq. Sonra isə içini hazırlamaya başlayacağıq. Mənim kündələrim 17 dənə kündə çıxdı. Kündələrimizin üstünü buradan stres blokla örtürəm. Çünki soyuducuya gedəndə üzəri qaysaqlamasın. Xəmirlərimiz yağlı olduğuna görə soyuducuya qoyuruq ki, götürüb istifadə edəndə daha rahat olsun. Sonra keçirik içliyi hazırlamağa. İçliyi üçün 300 qram kəsmi, 1 paket vanil, 3 xörək qaşığı un, 1 stəkandan biraz aşağı şəkər tozu əlavə edib yaxşıca qarışdırırıq. Şəkər tozunu ağız tadınıza uyğun artırıb azaldıra bilərsiniz. Bunların hamısını bir yerdə yaxşıca qarışdırırıq. Bütün ərzaqları bir-birinə yaxşı qarışdırdıq. Sonra keçirik. Soyuducudan kündələrimizin birini götürüb yaxşıca açırıq. İçərisinə 1 çay qaşığı həmin içlikdən əlavə edirik. İçliyimizi əlavə etdikdən sonra əlimizlə banan formasını veririk. Soba qabının üzərinə yağlı kağızı sərib bananlarımızı oraya əlavə edirik.
və sobamıza qoyub 170 dərəcədə bişiririk. Salam pirojnalarımız hazırdır. Gördüyünüz kimi çox gözəl, yumuşaq hər biri, çox dadlı. Hazırlayan hər kəsə nuş olsun. Kanalıma abunə olmağı, zəng işarəsini açmağı unutmayın. Hələlik.